Dünya alimlərin nəzərində kölgə kimidir. Həzrəti Loğman oğluna vəsiyyətində deyir: Dünya dərin dənizə bənzər. Çox insanlar orada qərq olublar. Buna görə xilas olmaq üçün sənin bu dənizdə mindiyin gəmi gərək ilahi təqva, onun yükü iman, yelkəni təvəkkül, kapitanı ağıl, yol göstərəni elm, sükanı da səbir olsun. Dünya bir yuxudur, hədislərdə var. Ona aldanmaq peşmançılıqdır. Dünya zərər bazarıdır. Deyirlər, bir nəfər bir şeyxə dedi ki, mənə nəsihət elə. Şeyx də cavabında dedi ki, dünyadan oruc tut. Axirətlə iftar elə. Və cəmaatdan, insanlardan, şərdən qaçdığın kimi qaç. Ayətullah Müntəziri deyir, iki qardaş var idi, biri mömin, o birisi kafir idi. Biri Allaha, o birisi isə bütə sitayiş edirdi. Hər ikisi imarətdə yaşayırdılar. Bütə sitayiş edən qardaş imarətin ikinci mərtəbəsində, mömin qardaş isə imarətin birinci mərtəbəsində yaşayırdı. Bütpərəst, rifah gözəl, mömin qardaş isə çox kasıb yaşayırdı. Bütpərəst qardaş deyirdi ki, əgər bütə sitayiş etsən, sənin mal dövlətimə şərik edərəm. İkimiz də yaxşı yaşayarıq. Mömin qardaş deyirdi ki, sən niyə Allahdan və qiyamət gününün qorxusundan qorxmursan? Allahdan qorx ey qardaş. Mömin qardaş bir gün öz otağında oturmuşdu, bütpərəst qardaşın otağından yemək iyi onun otağını bürüdü. O yeməyin, təamın iyindən çox xoşu gəldi. Öz-özünə deyir, ey dili qafil, nə vaxta qədər, hansı günə qədər Allah deyəcəksən. Bir halda ki, ömründə yeni libas geyinməmsən, heç vaxt qarın dolusu yemək yeməmsən. Qardaşım düz deyir, gedim bütə sitayiş edim. Dünyanın naz nemətlərindən kamalım və yola düşür. Bütpərəst qardaş deyir ki, mən bütpərəstlikdən bir şey anlamadım. Qardaşım düz deyir, gedim Allaha sitayiş edim. Yolun ortasında hər ikisi qarşılaşırlar. Əzrayla ölüm mələkəsinə əmir gəlir. Hər ikisinin canını al. Bəs yaxşı nəticə nə oldu? Deyirlər, mömin qardaşın etdiyi ibadətlər kafir qardaş üçün və kafir qardaşın etdiyi bütün günahlar mömin qardaşın əməlinə yazılır. Bax, dünyanın mahiyyəti budur.